Herkese salam dostlar. Bugün Minecraft Survivor oyununun bölüm 3'ündəyik dostlar. Kanala like atmağı, abone olmağı unutmayın. Deyəcəksiniz hardasan? Yeni bir kəndə getdim dostlar. Çünki qoy başıma nələr gəlib onları danışmışam. Deməli dostlar, bildiyiniz kimi biz keçən bölüm biraz gəlişdik dəmir olaraq. Yəni qılıncım var idi, qalxanım var idi, çox güclü idilər. Yəni baxın hal-hazırda təzə bir dənə qılınc elədim. Bir dənə də daş qılıncım hər ehtimala qalsın dedim. Bunlardan bir dənə arbalet çıxdı. Ondan sonra bu vardı. Bir dənə də XP çıxdı. Всё. Dostlar, yəni çox çətin idi. Ona görə mən də dedim ki, qoy kəndi öz halına buraxım. Mən də qoy gedim. Hə, bunu dedim, çıxdım getdim. Gəldim yeni bir dənə kənd tapdım. Kamp ateşi də burada yanır. Hə, gəldim yeni bir dənə kənd tapdım. Ondan sonra çox irəlilədim. Biraz dəmir kasmaya başladım. Qurdu. Kəmiyimiz var bizim. Ayda, yox deyə. Bu olsaydı buralar qurd qaynayır da, götürüb alardım. Bunu saxlayardım evcil heyvanım kimi. Atasıdır. Yox, atası bayaq getdi oğluna. Deyə baxın bu atasıdır, bu da onun oğludur. Buradan yuxarı çıxanda nə olur? Hə, heç nə də olmur. Mən bu evləri də axtarım. Dəmir golemdə gördük. Bəli dostlar, yemək, patates, bal qabağı, ikisini də hər ehtimala götürək. Qaçdım buradan. Yəni qalxanım qırıldı, qılıncım qırıldı. Burada çox qəşəng bir şey olacaq. Həll eləyərik buraları. Qaçdım, ancaq qaçdım da, yəni gördüm ki, məcbur idim. Bu niyə qaçır buradan? Hə, bunu heç qıra. Hə. Burada heç nə yoxdur, boş-boşuna gəlmişəm. Uşağı əsasada qurtardım. Yəni ki, dostlar, ancaq gəlirdilər üstümə, neçə səviyyələrdir. Yəni, mən də heç olmaya biraz Minecraft belə ev olur. Ev deyil, qoruma qapısıdır. Minecraft oyunumu biraz bəcərdim, axı özünüz bilirsiniz. Çox güclü oynamasam da, heç olmaya yaxşı da oynaya bilirəm. Yəni, dəf eləyə bildim, amma ki... Hə, bu ev beləymiş. Amma ki, dostlar, çox çətinlikdən də, yəni. Sonra dedim ki, yox, mən bunu keçə bilmərəm. Ona görə də çıxım gedim mən burada. Elə də oldu, getdim, yeni bir dənə kənd tapdım, qarşınızdadır. Çakıl daşları. Çakmaq daşı da daha doğrusu. Və bu kənddə biraz qalmağı düşünürəm. Baxın. Bu qurdun adına bax nədir? Qurda var bir dənə. Bu iskeleti mən hardan tapacağam? Gecə vaxtı yatmayacağam. İskelet tapacağam. Plusdakı adı nədir onun? Daha da gəlişməni istəyirəm. Çünki yatdım durdum. Bir təzələndi də. Onun üçün. Yəni bilmirik də indi adı nədir bunun. Gecə biraz gec olacaq. Amma əsas odur ki, mən burada niyə boş-boş gedirəm? Bu bitim gedim madənə. Baxın görürsünüz dostlar. Hər tərəfdə bunlardır elə bir ki. Bu tərəfdən buradan da belə çıxılır yuxarıya. Yəni bu tərəf. Babamın buradan gəlmişdim düz bu tərəfə. Deməli, amma iskelet olsaydı, bax oxu var, amma iskelet yoxdur da, sümük. Axşam kimi gözüm, mən də heç biraz madənə gedim. Belə videoların davamı istəyirsə dostlar, kanala like atmağı, abone olmağı unutmayın. Bəli, burada da sandıqdır bu. Hə, yox, samandır. Aha, buradan madən var. Bir dəqiqə, bayaqki yer vardı, o haradadır? Gəldiyimiz yol, hər yerə də daş qoyublar. Sonra bildik də, buralar sizindir də. Oha, bura nədir? Buranın ferması da qəşəngdir. O tərəfdə bir dənə ev var, baxaq o ev nə evdir? Ancaq sivri daşlar var, hələ buralara da yerləşiblər. Baxaq, bu nədir? Məzələn. Götür. Nə deyiblər? Özgə malı, can dərmanı. Deməli, bunu bura qoyuruq.
Bunda yox, bura yox. Bura. Düz bura. Və nə edirik? Bax, zırh, ayaqqabı 1, dəmir göz 2, başlıq 3, bir dənə pantolon qalıb. Onu da məndə var dəmir. Bunun olması çox yaxşıdır. Belə kənddə belə bir şey var idi ki, yəni çox amma çox mükəmməldir. Yəni ilk dəfə, yəni bu kənddə onsuz yəni oyunçular onsuz bu kəndi, yəni çox da gələn deyil o. Nə dedim mən? Dəmir göz zırh lazım idi. Bu oy 7 dənə də obsidian. Almanı da götürək. Dostlar biz yaşadıq. Amma ki sən nə edim satmır. Sən məsələn dəmirçilərdən sümük gözləyirsən, səni satsınlar. Hə, kənd belə gedirmiş, bu tərəflərdən gedirmiş. Hə, baxın bu gəldiyimiz yerdə. Buradan biz qabağa gedirik və nə olur? Deməli, qoy zırhımızı da taxaq. Karizma olduq da indi. Buradan da mən belə gedirəm maddə. Mənim qazmam var. Yox. Amma nəyə gedirəm mən? Bir dəqiqə. Hər ehtimala dəmir qazma da götürək. İşte də indi. Golem mənə ilə baxır. Ana çalışma masası. Çalışma. Bunu götürək. Buradan kör oldum. Hə. Bunu götürürük. Qoyuruq bura. Və dəmir qazma dilmi gəlişimində elədik. Çox mükəmməl irəliyirik də dostlar. Baxın, gəlişimlər. Hə, çox mükəmməl idi. Heç nə yoxdur. Elə bil baxın, gönüllü sürgün. Uzun süre körəlib uzaq qalmaya düşün. Bunları alacağım. Həll eləyəcəm. Bu arbalet vardı. Arbaletle ne edirdik? Arbaleti ateşləyək. Hə, arbaleti ateşləyək. Arbaleti ateşləyək. Baxaq görək nə olur. Bir dəqiqə. Və arbaleti ateşləyək gəlişimində həll edək. Sonra nə deyim? Delici brokoli 2 kabus yanmacın kendi ilacı ilə tatdırır. Hə, gərək mən adı nədir onun? Yağmacını gərək vurardım bundan. Mən elə bundan istifadə eləmirəm. Yəni nasıl istifadə eləməyi düşünmürəm. Bir dənə gəlişim üçün elədik fisya. Şimdi burada mən də elə gedirəm. Burada nəsə var ki, yedim baxa. Ən aşağıya gəldi, bakırlar var. Envanterimi düzəltdim. Biraz irəlilədim. Çoxunu qoydum həmin o kəndə. Kəndə onun üstə xeyli ziyan vermişəm. Dedim ki, qoyacam biraz da. Köməkli gedeyim dedim. Yəni mənim kimi yaxşılıq belə görürsünüz, kəndləri də düşünürəm. Deməli bir dənə də belə hoppa. Hə, buradan da üzü belə düzdür. Mən əslində iskelet gözləyirəm. Tez olsun axşam. Amma qurdumuz olsa çox qəşəng olar. Məsələn bu kənddən biraz gedim qabaqlarda nə var. Necə zırhımız fulldur. Zordur da yəni, çox mükəmməl görünür. Buradan baxaq. Bunu niyə belə? Hə. Yəni yeriyə bilmədim. Yox. Mən heç olmuyor ha. İskelet öldürərəm gecə vaxtı. Bir dənə də mükəmməl amma mükəmməl. Və 7 dənə obsidianimiz var, düzdür? Məsələn, Nether'a getmək məsələsi. Mən buradan necə düşərəm? Ha, burada elə bir ki o bir dənə meyvələr var deyə. Dəyirsən ona canın gedir. Bax o meyvələrdən də var burada. Çox mükəmməldir. Yəni aclıq problemimiz yoxdur ki, yox. Mən ayrıca zırhım var. Bir dənə oradan tullandım, heç nə olmadı da mənə. Buradan da yuxarı gedək. Burada da kənd var. Yəni bu yolu, kəndin yolu. Yəni kəndin yolu buradan başlayır. Qır. O başlanğıcı çox mükəmməl eləməyiblər. Baxın bir də ətraf. Hop. Buradan düş aşağı. Amma belə çox belə tullana yedirəm. Canım azalacaq. Zırhım qırılacaq. Gəl də indi. Bura girmişdim mən. Hə, hər evi də sömürmüşəm. Yəni həmişə deyirəm eləməyəcəm, amma sömürürəm. Buradan yeməyim də xeyli amazdır. Yol boyu ancaq heyvan da öldür. Pişir onları ətlər, bir şey eləməm. Bu bölüm yatmıram. İskeleti götürəcəm. Hə.
Əslində bu bölümü mən burada belə bitirə bilərəm dostlar. Əslində gəlişim olaraq qəşəng irəlilədik. Kənd tapdı. Bir dənə də kənd tapdı. Yəni mükəmməldir də. Buradan da belə çıxır. Çox mükəmməldir. Bugünlük videomuz bu qədər olsun dostlar. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. Gələn bölümdə görüşmək üzere. Sağ olun dostlar.